Gözünüz aydın, Xoşqədəm Hidayət qızı yeni bir qurban tapıb verilişinə. Bilirsiniz də bu aparıcı ya psixoloji, ya nevroloji problemi olan insanları efirə çıxardır. O şəxsləri çıxardır ki, onlar efirə gəlib qeyri-standart söhbətlər eləyə bilirlər, hər kəsin demədiyi sözləri deyə bilirlər, efirdə qışqıra bilirlər, bağıra bilirlər. Yəni bir növ maraqlı epizodlar yarada bilirlər. Məhz o şəxsləri efirə çıxarır. Yadınızdadırsa, daha öncə bir qızı efirə çıxarırdı, hansı ki, həyat yoldaşı türk idi. Bir xeyli müddət ona reytinq yığdı. O qadın hər dəfə efirə çıxıb gülməli sözlər deyirdi, ağzına gələni danışırdı. Tamaşaçılar üçün əyləncə olurdu. Yəni bir növ o veriliş reality show kimidir. Yəni sözün əsl mənasında əslində şoudur. Bir nəfər çıxır, dediyim kimi ağzına gələn danışır, hər kəsə maraqlı olur və bir müddət Xoşqədəm ondan qidalanır. Sözün məcazi mənasında. Veriliş də Xoşqədəm də o qurbandan qidalanır. O vaxta qədər qidalanır, o vaxta qədər o qurbanı yanında saxlayır ki, nə qədər ki ona reytinq verir. Bir müddət sonra insanlar artıq o obrazdan yorulurlar və baxmırlar, maraqlı gəlmir. Baxır ki, reytinq aşağı düşür, onunla sağollaşır, növbəti dəfə başqa bir qurban seçir. Siz bilirsinizmi, Xoşqədəm Hidayət qızın verilişinə düşmək elə də asan məsələ deyil. Bəs necə olur ki, bu cür insanlar o verilişlərə çıxa bilirlər? Bu tək Xoşqədəmə aid deyil, digər aparıcılara da aiddir, Elgizə də aiddir, Zaura da aiddir, digərlərinə aiddir. Necə ola bilər ki, hər vətəndaşın, hər izləyicinin düşə bilmədiyi verilişlərə bu cür adamlar çıxa bilirlər? Niyə? Çünki aparıcılar məhz həmin adamları seçirlər. O adamları seçirlər ki, o adamlar efirə gələcəkdir, ağızlarına gələni danışacaqlar. Onlarda davranış pozuntusu var, gəlib hər sözü deyə biləcəklər, izləyicilər baxıb güləcəklər, bunlara da reytinq gələcəkdir, reytinq gəldikcə pul gələcəkdir. Bax, belə bir əslində biabırçılıq. Mən nə Xoşqədəmin qurbanlarını, nə o dırnaqarası qəhrəmanları qətiyyən əzmək, yaxud onların şəxsiyyətinə toxunmaq istəmirəm, əsla. Əslində onlar dediyim kimi qurbandırlar. Onların bəlkə də özləri də fərqində deyirlər hansı verilişə çıxırlar və o veriliş onlardan necə sui-istifadə edir. Bəlkə də xəbərləri yoxdur. İnsanlar səmimi olaraq o verilişə çıxırlar ki, hansısa problemləri həll olacaqdır. Və növbəti qurbanı tapıb Xoşqədəm, həmin qurbanı da orada ekspert kimi oturtduğu insanların önünə sözün məcazi mənasında yem kimi atır. Onlar o qadını didişdirirlər və didişdirdikcə təbii ki, o qadın da əsəblərinə hakim ola bilmir, səsinin tonu qalxır, müəyyən sözlər deyir, heç efirə uyğun olmayan tərzdə söhbətlər gedir. Bu söhbətlər getdikcə Xoşqədəmin ürəyinə yağ kimi yayılır. Niyə? Çünki nə qədər efirdə bu cür qeyri-standart, bu cür məişət söhbətləri çığır-bağır olarsa, veriliş o qədər çox baxılır. Veriliş çox baxılırsa, yaxşı reytinq gəlir. Reytinq gəlirsə, deməli verilişin ömrü uzanır. Baxın, belə bir çirkin, qüsurlu dövrə tamamlanır. Son olaraq onu deyirəm. İnsanların bədbəxt taleyindən reytinq ummaq olmaz. Psixoloji yaxud nevroloji problemi olan insanları efirə çıxarıb, onlardan reytinq yığmaq olmaz. Çox ayıbdır, çox ayıb. Bu nədir? Necə də həvəslə baxırsınız? Əslində boykot olunmalıdır bu cür verilişlər.